İradə Ağalarova, esse. Yeni tanış olduğum Rəna xanım zəng edib mənimlə görüşmək istədiyini bildirdi. Onunla tanışlığımdan çox məmnun idim. Çox sakit təbiətli və mehriban bir qadın idi. Ara sıra vaxt imkan olanda görüşür, söhbətləşir, bir-birimizi daha yaxından tanımağa başlayırdıq. Yoga ilə məşğul olurdu. Sağlam qidalanma tərəfdarı idi. Bir dəfə söhbət əsnasında Hind səfirliyindən danışdı. Sən hara, ora hara? Təəccüblə soruşdum. Yoga ilə orada məşğul olduğunu söylədi və məni də yogaya cəlb etmək istədiyini bildirdi. Elə bu gün zəng etməkdə məqsədi məni Hind səfirliyinə dəvət etmək idi. Mənim orada nə işim, deyə etiraz etmək istədim. Axı söz vermişdim sənə. Düşünürəm ki, bugünkü görüş sənin üçün maraqlı olacaq, dedi. Sözünü yerə salmadım. Görüşüb getdik. Sanki Hindistana düşmüşdüm. Milli geyimləri olan al-əlvan sariyə bürünmüş xanımlar çəmənlikdəki rəngarəng çiçəklərə bənzəyirdilər. Onların arasında Hind mədəniyyətini sevən Azərbaycanlı qızlar da var idi. Yalnız məşhur Hind filmlərindən eşitmiş olduğum, mahnılardan yaddaşımda qalmış sözlərdən başqa mənə tam yad olan bir dildə danışılırdı. İngilis dilini bilməyim karıma gəlirdi. Zala keçdik. Rəna xanım tanışları ilə söhbətləşməyə başladı. Mən isə durub diqqətlə ətrafa baxırdım. Məni əziz qonaq kimi ön sırada əyləşdirdilər. Birdən gözüm küncdə qoyulmuş postkartda şəklə sataşdı. Rabindranath Tagorun şəkli idi. Dönüb soruşdum. O Tagorun şəkli deyil? Bəli, söhbət ondan gedəcək, dedilər. Rəna xanıma baxıb, çox sağ ol, dedim. Təəccüblə mənə baxdı. Bu başdan niyə təşəkkür etdiyimi başa düşmədi. Səfir çıxış etdi. Bir neçə qonaq danışdı və sonra Rabindranath Tagorun Sesseliye ilk səfərindən məşhur Yala Özbək vokal-instrumental qrupunun ifasında səslənən Tagorun şeirinə bəstələnmiş mahnının tarixçəsindən bəhs edən film nümayiş etdirildi. Mən kövrəlmişdim. Gözümdən damcılanan göz yaşını əlimlə silirdim. Əl atıb dəsmal belə çıxara bilmirdim. Yanımda oturan qadın əlini qoluma toxundurub gülümsədi. Başını yellədi. Məni sakitləşməyə səslədi. Az sonra həmin xanımın səfirin həyat yoldaşı olduğunu öyrəndim. Söhbətləşdik. Onların ədəbiyyatına olan dərin məhəbbətimə görə mənə təşəkkür etdi. O isə mən anamı xatırlamışdım. Xəyalən o illərə qayıtmışdım. Ailəliklə kitab oxumağı çox sevirdik. Bunu anamız bizə aşılamışdı. Son gün nə qədər anamın stolunun üstündə arasında yaddaşlıq olan kitab görmək olurdu. Oxuyub bitirdiyi kitabı növbəsinə durardıq. Bir çox yazıçıları, Dreiser, Victor Hugo, Rəşad Nuri Güntəkin, Rabindranath Tagoru və bir çox digərlərini o mənə tanıtmışdı. Səfirin xanımına bu gözəl görüşə görə təşəkkür etdim. Ürəyimdə isə bir daha anama minnətdarlıq bildirdim və ruhuna dua etdim.